Səni çöktü maşının arxası. Görən yana bu qədər ağırlığı qaldıra biləcək. O iddiadan vay ala səviyyədir, ala səviyyə qaqa. Ala bu amortizasiya bax. Başım gizlənənlər. Ala beləncə amortizasiya olar ha. Qaqa basaq görək. Ala maşını uzaqdan söndür, ala qapısını zaddan açıq qalar birdən. Getdi ala qaqalar. Ala ölüb, ölüb, motor ölüb, dayı, motor ölüb. Gözü görüm deyəsən işıqda bunun nəyi yanır? Görsən motorun işığı yanır qaqaş. Fikir ver, akkumulyatorun hamısı işığı yanır. Ala bir 100% bunun arxasını skoçdan zaddan bağlayıb motorun injektorun işığı görünməsin deyə. Ala bir dəqiqə qadlar, dayı da olsa qadlar. Ala getmir, sən öldürəm getmir bu. Ölüb qaqaş, ölüb. Ala yox, lavoy da dağılıb ala bunu. Sənin orada lavoy zad da dağılıb. Oy qəşşənsən. Mesela qaz vermək istədi. Yuxarı 4 nəfərlə dırmaşırıq. Ala benzin getdi qaqa. Ala bilsən nə qədər benzin içəcək bu? Ala Prius. Ala bura da gəlib girmişsən. Ala dağın başıdır. Ala cəhənnəm o tərəfə görüm. Özü xarici nömrə iləndir. Ala bu nədir ala? Bu nədir ala? Ölüb bu maşın ölüb. Yuxarı neçə qalxarıq ala biz. Çəkil Prius, çəkil görüm. Çəkil oyna ala bu. Mən siqnal verdim, o siqnal verdi ala mənə. Getdi Priusu bir də Afqon eləyək, ala Afqonu uzatdıq da deyir ala bu. Nəsə dəydi sən ol, nəsə dəydi. Elə bilsən ki ala avtoş maşındır ala 4 nəfər oturub. 5-ci nəfərdə otursa vapşım ala bu. Başın qoyacaq yerə. Qaqa babat benzin içəcək bu. Babat. Özün kimi qocadmısan ey maşını ala. Bu motoru açsır da bir damcı. Motoru açdırmaq lazımdır. Bir damcı polunu qazı verirsən. Fikir ver. Motorun xəbəri yoxdur. Mən qaza basıram səni. Ala bu nədir? Hər yerdən çıxdı yala bu. Girdi ömrümüzə bu Prius. Qaqa qazı verirsən. Oy dədan vay. Ölüb qaqaş. Dayala bunun 7000-dən yuxarı mən pul verməyəcəm. Verəsən, verməyəsən gedib başqa maşın tapacam. Bir dənə Tsunoy. Hop, ala Tsunoy da işləmir sən. Oy qəşşənsən. Açaram motoru. Prosta amma biraz sürmək lazımdır. Hoppa. Biraz da qovsam sənin motor zad dağılacaq, başın qoyacaq yerə. Bala motor beləncəsinə deyir də bu normal çəkirdi. Bala sən nə qırdın? Bunu sürmədin, özün bilmirəm, sən bunu sürmədin. Ala dayı məzələnirsən, ala məndən yaxşı sürücü var, ala avtoş deyirlər, mənə avtoş şəmi. Ala gör nə gündə dala maşın öldürmüsən, sən buna qaz verməmisən, özüm ölüm. Yazıq maşına qaz verib, boğulub ala bəlkə filtr zad da tutulub bunun. Mədə ciyər zad ala nəfəs borusuna hava getmir bu maşının. Qaqa sən bunu almaq istəsən dəqiq. Nə bilim vallar şəmi pisdir ki bu. Bu lotur şəmi əməlli baş al versi deyə maşın gör nətər pislədi cəmaatın yanında. Külkün maşın deyə. Vallahi mən olsam buna pul verməliyəm, amma boş-boşdan 7 saat yol gəlmişik ala. Ürəyin cədisə götür qaqa, ürəyin cədisə götür, amma mən sənin yerində olsam buna pul verməliyəm. Dayı buna mən normal 7-cə pul verəcəm. İstəyirsən bir dəqiqə verirəm pulu. İstəmirsən mən başqa maşın tapacağam özü normalisindən. Ala bunlar da Grand Azad özü Azərbaycanda o qədər tanınmır. Bu verirlər kreditlə zadla 20.000 ala. Gitsən sən 20.000-ə gedib maşını nəyə versən ala? 20.000-lik maşın deyil axı bu. Maksimum bunun qiyməti dollarla 2000 zat dollardır bu. Mən bunu 7-cə bir dəqiqə sayın verirəm sənə. Bala nə edirsən bu 7000 çox ucuz oldu ki bu. Onsuz da padarka vermişlər maşını. Nə var mən satım getsin də olsa borcum xərcim kredit zat tökülüb qalıb. Nəysə bala yaxşı afarmı eləyək. Dayı bir dəqiqə özə internetdən onlayn ada keçirmək var. Bir dəqiqə girim ora. Ala vəsə. Ad soyadı prava ver, sonra şey ver. Nədir? Ala yadımdan çıxdı. Tex pasportu ver 2 dəqiqə bunu keçirdirim bunun adına. Xeyirli olsun bala, xeyirli olsun. Davay. Bu atış gəldi mən ağar da 7000-ə çox ucuz oldu. Taksi saxla görün burada. Saxla bala, saxla. Ay yavaş. Ay saxla demədim sən. Əzlafın bir əzlaf. Tormuzu tutmur kişi bunu. Getdi orada saxladı. Ay saxla görüm ora çıxdın getdin sən. Dayı Boltla sifariş ver. Boltla əllə saxlayıram mən. Ala səni dayını bir dənə söhbətə tutdum. Arxaya 2 dənə daş atdım. Buna bax bir dənə. 2 dənə kubik atmışam. Maşın öldü də konkret. Maşın öldü. Xəbəri yoxdur şalar. Onlar da 30 vurdu. Motorun başı getdi. Mənim kubiklərim var. Onları atıram. Buna bax daş çıxıb burdan. Oturun qaqaşınızı bir dənə də yüngül var. Vokun yoxlasan bunu. Getdik qaqaşım. Hoppa. Ama avtoş maşın deməli başdı bu. Döndər ala, döndər. Pollu qaz. Ala ölüdür ya, sən yenə də öldün ya. Arxasında adam oturmadı fərq eləmir. Bu motorunu açmaq lazımdır. Ala yavaş görün tormuzu zad nətərdir. Bir dənə buradan reskursunu qəşşənsə. Ala döndü. Oy yavaş. Ala bunu görməzdən gəldiniz. Görünmür bu onsuz da. Tormuz amma super. Tormuzdan söz yox qaqa. Sırazı tonumuzu verdin. Fikir ver. Hoppa 0. Çünki biz nəyə görə maşın sürəti yoxdur. Maksimum 40 nazadla gedir. Üzü yuxarı zaddırmaşdıraq motor bir dənə açılsın. Gedək maşını qoyaq. Nə deyirlər o? Ekvavatorun üstünə. Ekvalizerdir, ekvavatordur nədir? Ekvator. Yəni yadımdan çıxdı. Ekvavator, ekskavator qazana deyirlər ana. Baba bir dənə riski. Hop. Qəşşəysən. Turumuzu süper. Döndər. Bir dənə risk döndərdi.
Rolu çox qəşəng. Motor şəmi sənə dedim o qədər qazı basma da. O qədər qaz verdin ki, motor dağıldı axırda. Buna fikir ver, heç nə eləmir maşın. Maşın tərpənmir. Qaqalar, ala bunu aç, arxasına aç. Maşınımızı gətirək atağa bunun üstünə. Əllə itəlirik, gətiririk bura kimi. Çox getdi hə qabağa. Binamızı bunu sonlu sağlı atdıq. Qəşəng. Arxasında bağla görəyə bağlanacaq. Dirəndi. Gözü görüm ala təkər partlamayacaq, ala boş deyə təkər. İbi yoxana hələlik dözər də. Elə görə dartacaq bu yazıq. Ala bu nədir? Diding gəlir ora. Şu yaxşıdır. Çəkil. Xotda qaqa, xotda getdik. Əlimizi çırmaladıq. Bunu yapışdır da buna. Şu yapışdırdıq. Qaqa, əla. Çoxdan da ala buskurt eləmirəm. Buskurt nədir ondan? Bunu kiraya götürmüşük. Oy dedim vay ala arxası yatdığı maşını peridokdur ya, buna bax bir dənə peridokla. Mən dedim ala buranı gəzərdik. Oy gücü çatmadı ya, gücü çatmadı. Biz ancaq 2 günə çatarıq ha Bakıya. Allah dayan girdim badımcanlığa. Yavaş. Gücü çatmır özüm ölüm. Bir dənə buna bax gücü çatmır Allah sürətini qaldırmağa. Ölüb ala ölüb yazığı dirildən lazımdır. Allah hava da qaraldı sənin. Hava da qaralıb. Özümüzə bir dənə yatmağa yer tapaq. Yaxşı marketdən qaqaş düşdü 2 dəqiqə. Qalpasadan saskıdan zatdan bir şey aldı yolda yeməyə. 3 saatlı yol sürür yala dostlar 3 saatlı. Yavaş qaqaşım ala neynədin ala. Dağıldı maşın. Mexanikatda ala bu. Ala sənin mexanikada yanma ehtimalı var. Start evzadı xarab olub ala bəlkə bunu. Nüş yanmırsan ala sən nüş yanmırsan. Ala xotdan da ala xotdan. Üz aşağı gedir heç olmasa qaqaş bir dənə üz aşağı aparaq. Dağın aşağısı da ala. Ala sənə pulsuz atsız gedir elə bir bateriya yanında hibriddir. Ala 50 kilometr nə də ala. Üz aşağı pulsuz gedirik özüm ölüm. Ayağına zadan samakat kimi belə deyəsəm gedəcək. Otur bura. Yeri düzən. Şığı vur arxadan qaqaş şığı vur. Biraz da düşəyə gedək oradan bir dənə normal yer tapaq özümüzə. Qurtdan yer ala bizi. Bir damızı yüngül o da tələsəf son. Gəl qaqa arxamıza gəl. Biz aşağı neytralda gedirik səni. La bunu heç fikirləşməmişəm bayaqdan da mən. Biraz da üz yuxarı olsa nə olacaq? Tormuz qaqa tormuz ver. Döndər polmi qəşəng. İndi nətər eləyəcək deyən gözə görə deyansa nətər olacaq? Qaqa bu motoru dağılıb ya. Bu indiyə bu yanmalı idi. Sən bu sürətlə bu yanmalı idi. İşimizə gücümüzə bax ala bizim. İşimizə gücümüzə bax. Neytralda üz aşağı maşın gedir. Biraz bir 5-10 dəqiqə düşək. Ondan sonra bir dənə yer tapaq özümüzə. Düz yolda yer taparıq. Bir dənə köməkli eləcəm çıxardacaq buradan sən. Yavaş gözü öz otursun. So, düzəldir ol qəşəngsən. Ver getdik. Amma bir dəqiqə gözü rol düzəldim. Bas qazı. Ola çox vurdum. Getdik qaqalar. Nitral açaq bəlkə nitrazat da işə düşər ala. 36-37 dumanlısında yandıraq bunun. Sür qaqa, sür getdik. Sür. Hoppa, döndər. Ola, saxla. Powertküdə yandırdıq. Salamatı belə sürmədi özümə. Yavaş çatırıq ucu. Az qalıb. Xırda sürətlə bəlkə gedərik də harasa qədər. 2 dənə maşını birdən idarə edirəm. Gecən bu vaxtı sənə bu nə zülmə düşdük yala biz. Ver getdik. Ala gəl qaqaş, Hüseyn düşdü aşağı. Ala bura yaxşıdır. Sən el bura yaxşıdır. Saxla buradan. Yanbayan saxlayaq. Oradan bura, ala nə edəyimsən ha sən? Düzəltdir maşını. Düz oradan bura qaqaş. Ala düşürdə gəldik çatdıq ala sən. Dənizin qırağındayıq ala, çatmışıq. Şəhərə hardasa 2 kilometrimiz qalıb dostlar. Uzun yoldan sonra yəqin ki çatarıq. Biraz da buskurt həll eləyəcəyik. Amma bunun arxasına şeyləsəydi bəlkə ondan tez çatmışdıq ala. Amma yox belə yaxşıdır ala, belə ləzzətlidir. Nə qaracıq indi gözə görək. Ala bir dənə çıxardım krokocadı, arxana aç. Ala bu hanıya 50-dir kimdir hanı? Düşkənəm ala aşağı yatıb ala bu. Mən sənə görə burada əziyyət çəkirəm, o yerə yatmısan sən orada. Gözə qaqa düşdüm. Su qaqalar yeməyimizi yedik, bir dənə yataq, səhər tezindən dura çıxaq gedək. Bir dənə oturaq abedeliyə inşallah gedib çatacağıq birazdan. Rayonda da biraz istirahət eləyə qaqa. Gəl çıx da nə dayı? Bayaqdan səni gözləyirəm. Tez ol dayı, gecikdim işə. Mənlə də ala bu. Ala əlzad eləyir ala, gözlə gəlirəm bunu. Ala gözlə 2 dəqiqəyə çatıram. İşığı yandır. Hədə bala yarım saat səni gözləyirəm, işə gecikirəm, tez ol. Ala qaqa otur da ala. Ala dayı otur getdin qaqa. Getdin. Dayı idi qaqa idi ala bilmədim, üzdən tanıyanmadım. Hara gəlsən? Qabaqdakı ala 2 metrənin yoldur. Ala burdan bura sifariş vermisən. Ala get ala ayağına. Nə var ki ala burdan bura getməyə. Qaqa bir dənə normal çatdır bunu. Ala bir dənə gözü görüm ala. Bu BMW tanış gəldi ya oradasa mənə. Ala bu Leytenant Yusupov maşındır. Yox ala onun dağı idi ala. Sür qaqa sür. Tonlu sürəti sıx. Çatdıram dayı sən ala 1, ala 2, 3. Getmir ala sən bu maşın getmir. Burada arda saxlayım, qabaqda saxlayım dayı sənin üçün. Bir dənə reskriçino. Hoppa. Qəşəng. Hop. Dayan. Gətirdim, çatdırdım səni. Saxla. Düş dayı, düş. Aya çox sağ ol bala, bir dəqiqə çatdırdın, halal sənə. Ala qaqon sürəndi. Bas getdik. Ala gedim bir dənə qabaqdakı maşına baxın. Nəsə tanış gəldi qaqaş mənə bu. Ala elə bir Leytenant Yusubovun maşınını oxşatdım özümü. Davay ala sür. Biraz pul yığaq, ala maşını yığdıracağıq. Əlimizdə nə qədər pul qalır, bir dənə maşının camansitini yığaq, onu çox səviyyə yerlənir. Ala adamın üzrəyə bulanır. Bir dənə risk saxla. Hoppa, yavaş gedək, ala bir dəqiqə tutacaqlar. Başqa adam oxşayır bu deyəsən. Özü bir dənə yanında dayanır. Alo.
O General Bedalov buradasınız? Tamam gəlirəm, 2 dəqiqə gəlirəm ora. Dostlar, General Bedalov gəlib görüşə çağırır bizi. Xatta maşını. Bununla yandıraq miqalkalarımızı. Sür getdik. Ala bu senin leytenant Yusubovdur ya, ala bu leytenant Yusubovdur. Ala bu maşını nə vaxt yığdırdı ala beləncini? O canavar deyə maşını senin. Buna bax bir dənə. Ala sür getdi arxasında. Tez ol. Ala tez at çıxarsa. Qaqa hara getdi ala bu? Bir dəqiqə mən onu neçə gündə axtarıram ala, səni tapa bilmirəm ala. Nəcəb gəlib durub şəhərin ortasında ala, çoxdan görmürəm onu. Mənim onunla söhbətim var, Ala sür qaqa, sür. Çubuğun dalıycan, tez ol. Ala çıxdı getdi ala, güc ver motor. Ala tez ol. Ala biz yanaş sür. Ala yüz yuxarı çıxa bilmir ala bu. Bu motoruna bir dənə əl gəzdirsin qaqaşım. Ala ilk günündə deyəsən getməyə ərinir ala bu. Düzü benzin az içir. Ala biraz bək sür qaqaş. Ala uçdu getdi, yuxarı çıx deyəsən. Ala çıxdı getdi, ala sür qaqaş sür. Ala hardan tapacam ala bunu mən? Ala düz sür də nə sən deyəsən olmasa onu. Bizim maşına bax qaqaş, onun sürdüyü maşına ala səni. Bilsəydim dörd gözü götürərdim ala. Yadımdan çıxdı, nə bilim ala. Dedim biraz işləyənəm. Ala getdi bu canavar deyə bu da gedəcək. Sonra 117 ilə hara gedib çatacaq ala. Bu neçəyinə çıxdı getdi. Ala 130-140 sürür. Ala tez ol deyəsən qabaqda saxlayıb ala sür. Ala qardın ala sən. Gəldik çatdıq dostlar. Ala qaqa tutdum onu yolu, sənə tutdum yolu. Ala bayaqdan dirəymişəm, qazın ayağı polunu dirəmişəm. Ala gərək buna bir dənə 95 vuraq. Ala motor təmizlənsin, təmiz. Tez ol qaqaş, tez ol döndər. Ala sürücü çıxdı getdi, ala bizi də görməsin ya. Ala bəlkə də gizlin işi var bunun. Biraz arxadan sürüm ki ala. Bəlkə planları zad var qaqaş. Gözə görən yavaş gedək onda. Döndər, maşını döndər. Hardan döndü? Bir dənə bax hər tərəfə. Qabaqdadır. Burdadır. Hara gedəcək bu? Ala bu 100% bizim gizlin yerə gedir. Ala bizim gizlin görüş yerinə gedir. Ala yavaş dənə pay at onana. General Bedalov dediyinə görə burada olmalıdır. Aha, General Bedalov. Maşını dəyişib dostlar, həmişə BMW sürürdü. Necə Mercedes götürüb bu? Qabağa saxlayın. Aha, gəldi çıxdı deyəsən. O Yusubov, axır ki gəldin çatdın. Mən də uzun müddətdir. Yəni özümü sıxıb toparlamışam ki, gəlim sata bilim bura. Bu məhlədəki adamlar kimi mənə də vəzifədən vurmaq istədilər, amma bizi heç kim çöküşdürə bilməz. Ona görə də bir təhər yolunu tapdım, çıxdım gəldim məhliyə. Bir şey öyrənə bilmirsən bunlar barəsində? Ona qardaşımız bir dəqiqə gedib o həminki temanı öyrənəcək. Bunlar deyəsən, bu 100% Yusubov da bunlarla işləyir. Ana Yusubov, çaşım alay bizə o kənəyə gələrsən. Ana sən öndünəm, sənin də dalınıza düşənəm mən. Davay qaqaş, davay bir dənə yüngül iştəkən qaldıra bilərik. Yox, ana bu 2 təkəni deyir, yəni sən 2 təkəni deyir. Oy, göşçəysən. Normal yeri var ha. Hoppa. Davay qaqa, davay. Bir dənə bura rütunu ilə gir. Bir dənə risk rütunu. Hop. Bas tormuzu. Ola dəydi qabağı. Yüngülmanı qabağı dəydi. Saxla maşını. Ola ağ Mercedes zadla görüşün. Ola yaxından baxan görə kimdən ala bu? Bu dəli kim də girdi bura? Ola Lotus əmi deyil bu. Bunu kim çağırdı bura? Lotus əmi, sən hardan gəldin, çıxdın? Hardan tapdın məni? Ola bu sarı lada nə idi? Bu ayaqları yanımdan keçdi. 100% məni görüb düşüb arxamca rəis. Ola Mayor Bedalov deyil bu. Mayor Bedalov, ola sən biz neçə aydır gözlüyünü qaqaş. Atıb çıxım getmisən cəmaatın xəbərin var. Ala hamı içərdədir, ala heç kim də yoxdur. Səs soraq da yoxdur. Yəni cəmaət sənə güvənirdi, özüm mənim. Ayıbdır, yəni ayıbdır. Mən səni neçə gündür gözləyirəm ki, ürək sözlərimi sənə deyim ki, deyib bu nə hərəkətdir. Bəlkə də sən eləmisən bunların hamısını, özüm mənim. Buna bax, gizlin burada danışırsınız. Aparın versiniz rəisə, rəis də gəlir bizim üstümüzə. Mən qalmışam, mənə də çökdürmək istəyirsiniz, hə? Ana yekə oğlansız ana. Sən demə bu aqibətin başında Mayor Bedalov dururmuş. Özü general rütbəsi alıb ana özü də. Nə qatıqlayırsan, başın gedib deyəsən səndə. Yox, gəlmişkən sən də gəl bura. Ana, gəlim görək nə deyir ana bu. Gəldim. Mercedes-in zadına baxın bunun. Özünü tutub ana biz ayaq üstə güclə dururuq. Ana sən Mercedes-lə zadla gəz. Lotuşam bir fikirləş də qabağında general var. Bir böyük kiçik münasibəti qurmağı bacar. Sakit dur. Onu süründürəcəm, sonra ağlı başına gələcək ki, bu generalla danışmaq nə cür bir şeydir. Mən leytenant Yusubov, nələr öyrənmisən? Məhəllədə nə baş verir? Mən sənə dediyim tapşırıqları yerinə yetirdim. Rəis getdim, girdim bunların o qazıntı apardığı şöbəyə. Baxdım, gördüm ki, yox, bu səhərki pokoleniya axşamki pokoleniya oxşamır. Axşamlar gedirlər qızıl gizlin çıxardılar, xüsusi maşınlarla daşıyırlar anbarlarına, sizin köhnə binanın altına. O binanı da necə özəlləşdiriblər, hansı sənədlə qatlarına keçiriblər, heç bir xəbərimiz yoxdur. Girdim içəri, dedim ki, yəni bu işçiləri nə işlədirsiniz? Bir sənəd
falan göstərin mənə. Sənəd göstərə bilmədilər. Sıraz zəng elədilər ki, rəisin köməkçisi gəlsin. Rəisin köməkçisi gəldi Audi ilə. RS6 idi səhv eləmirəmsə. Onu da mənə tapşırmışdı buranın rəisi. O da bizə tapşırmışdı ki, onlara dəyməyin də, onların maşınlarına dəyməyin, xüsusi adamlardır. Bu məhəllədə bəzi işləri görəcəklər. Böyük yerlərdən tapşırıq gəlib. İcra başçısından tapşırıq gəlib birbaşa. İndi girdim, baxdım, gördüm ki, yox, o vəziyyət deyil. Axşamki vəziyyət tam ayrı idi. Gündüzki vəziyyət tam ayrıdır. Axşamlar tamamilə fərqli adamlar gəlir, gündüzlər isə tamam fərqli adamlar gəlir. O nə deyir ona bu? Qızın zadı nədir lan? Mən orada bir həftə işləmişəm, qaqa. Nə qızın zadı lan? Başın xarabdır sən. Orada lan daşdan başqa heç nə yox idi. Ancaq sement idi. Hə, lotu şəmi, sən uşaqsan, sən uşaqsan. Hələ belə şeyləri sən ağlın götürmür. Buna ancaq rütbə lazımdır. Rütbə. Hələ bilmirsən nə cür temalar oynanılır bizim bu məhəllədə. Məhəllədən qızıl çıxardılar. Orada boş-boşuna qazın taparmırlar. Onların nəyinə lazımdır bina? 50 min dənə binaları var onun. Bir dənə bina tikməyin onlar varlı olan deyil. Hardansa nətərsə araşdırıblar, orada qızıl var imiş. Uzun müddətdir də orada araşdırma aparılırmış. Bu məhəlləyə balıqçının icazəsi olmadan girə bilmədiklərinə görə məcburən dövlət tərəfindən, bir də ki mafiya tərəfindən giriş eləyiblər. Biri icra başçısıdır, bir də ki mafiyadır. İkisi qardaşdılar bir-birindən. Mafiya başçısı ilə icra başçısı ikisi əlbir olub oradakı qızılları çıxardıb aparıb xaricdə baha qiymətdən satırlar. Bizim dövlətə zərər vururlar. Məni də uzaqlaşdırıblar açığı. Onların çox böyük yerlərdə əlləri var. Məni də atdılar uzaq yerlərə. Məcbur qaldım ki, çıxdım getdim. Balıqçını nətən çıxartdıraq çölə? O boyda sən general vəzifəsi olmusan, balıqçını çıxartdıraq da çölə. Bir şey divizion elədə, bir şey divizion elə balıqçını çıxartdıraq çölə. Bəlkə o köməyini eləsə oynayacaq ancaq. Bir də ki, Mariş Ustadan xəbərin var, sən əsas dəstəkçin, dayaqçın Mayor Bədalov idi. Mariş Usta idi. Ondan xəbərin var sən. Avariya oldu, qəza törəndi, partlayış baş verdi. Getdim 5 dənə xəstəxanaya, onu tapa bilmədim. Narahat olma, Mariş Usta bizim xəstəxanadadır. Onu xüsusi bir maşınla çıxartdırdım oradan. Sən demə xəstəxananın içinə də giriblər. Onlar sırf işin bitirməyə gəlmişdilər. Amma icazə vermədik. Mariş Ustanı mən çıxartdırmışam da oradan. Sən yenə də uşaqsan, heç səndə rütbə yoxdur deyə bilmirsən elə şeyləri. Biz xüsusi girmişik bu işə. Gizlin təyinatlılarıq. Amma mən də bu rəisin oğlu ilə icra başçısının oğlunu yarışa dəvət eləmişəm. Mənim onlardan xüsusi bir aram var. Biz indi yarış keçirəcəyik, açarına maşın qoyacağam ortalığa. Açarına danışıblar. Əgər onu utsam, onların F10'ların zadını götürəcəm. Bir dənə yaxınlaşıram, orada araşdırma aparıram məndə. Rəisin 2 dənə oğlu var, balıqçı başçısında bir dənə oğlu var. Çox varlı adamlar olublar. İcra başçısı da bir dəqiqə bir sən nə maşından fırlanır? Pastelli Mercedes, pastelli Range Rover'lə. Adamların zatları doludur özünə. Bahalı şəhərdə üzərinə yaşayış zat qurdular. Ala gələndə Mazda sürürdü, amma Mazda düzü Mazda'nın ucuz qiyməti yox idi. Ala Mazda Kia Cerato ilə girmişlər məhəlləyə. İndi bir dəqiqə pastelli maşınları sürürlər. Ala bizim məhəlləyə nətər talan edirlər. Ala bizim məhəllədə nələr var imiş özüm önüm. Ala mənim azından öldürəm. Ala bilsəydim orada qızıllar dırnağımla qazıb çıxardardım onu. Sən onların uşaqların yanına girmisən hə? Onlardan bir şey division elə, gör nə qarırsan. Bir-iki məlumatlar öyrən. Sizə indi onda xüsusi tapşırıq verəcəm. Əgər sənin də belə bacarığın varsa, səni də götürəcəm yanıma. Sizə bir tapşırıq verəcəm. Axşamüstü onların bir konvoyları var. Qızıl aparan konvoy. KAMAZ-la aparacaqlar uzun tırla. Prosta çox böyük bir qorunma var da onların yanında. Girmək olmur. Adam yığın. İndi bilmirəm də adamlarınız var yoxsa yoxdur. Bu işə həll eləsəz hər həftə 5000 manat ödəniş olunacaq. Bu birbaşa dövlət tərəfindəndir, yəni xüsusi tapşırıqdır. DTX tərəfindən. Bu işi düzgün yerinə yetirə bilsəz, yəni mükafatlandıracaqsınız. Amma birinci adam tapmalısınız. Yəni burada mənim əlim çatmır, ona görə də adam göndərə bilmirəm. Mən uzaq yerlərdəyəm. Oradan burada adam transfer eləmək mümkün deyil. Ona görə dedilər ki, orada güvənilir bir insanlar varsa, güvənilir bir şöbəndə adamlar varsa, onlarla işlə. Mən də işi sizə tapşırıram. Sizə konum vaxt göndərəcəm. Sən o yarış məsələsində həll elə, onları utsan lap yaxşı. Onlarla da sənin də adını spesokda qeyd eləyiblər. Mafiya başçısı, icra başçısı, bir də buranın rəisi. 3 nəfər sıradan çıxmalıdır. Ona görə də diqqətli olun. Balıqçını boş-boşuna içəri atdırmayıblar. Balıqçını içəri atdırdılar ki, məhləni talan eləsinlər. Orada 3 nəfər adam getdi, bir nəfər sən qaldın. Sən də indi bilmirəm arada nə tər fırlanıb qaynamısansa onların arasına girmisən. Halaldır sənə. Araşdırma aparın, bununla bağlı da bir məlumat verin.